Arkadaşlar salam, bugün sizlerle birlikte çox qəşəng yerdə əyləncəli bir video çəkirik. Bu günlər videosu çəkirik. Bugün isə bugünə qədər çəkmiş olduğum, əslində tam hamısı deyil, amma yenə də öyrəndikdən sonra çəkmiş olduğum bəzi şəkillərimi göstərəcəm. Düzdür, professional bir şəkil çəkici deyiləm, yəni rəssam da deyiləm. Hər gün gedirəm kursa və öyrənirəm. Yəni ki, öyrəndiyim sürəcdə çəkdiyim şəkilləri göstərəcəm. Ona görə də yorumlarda pisdir falan yazmağınızı istəmirəm. Çünki mən demirəm zaten rəssamam, yəni çox qəşəng rəsm çəkirəm. Sadəcə bacardığım qədər çəkirəm, yəni. Bu gün onları göstərəcəm sizə. Əgər rəsm videolarımız və yaxud da istəyirsinizsə rəsm çəkdiyim video falan, onları sizə paylaşır, yorumlar yazsanız sevinərəm. Ki, mən də sizin istəyinizlərinizə uyğun videolar çəkə bilim. Neyse artık portretlerimi göstermeye başlayayım. Güzel olmayan portretlerimi. Bu arada xəstəyəm. Allah bana şəfa versin. İlk önce bu sketchbook'dan başlayacağım. Yani sketchbook'da zaten portret çok çəkməmişəm. Əsas göz öyrənməyə başlayacağım çəkmişəm. Yani göz, burun falan, dudaq falan. Bunları çəkmişəm. Əsas portretlerim burada yanımdadır. Neyse. İlk budur. Bunlar pisdən gətirdi. Neyse. Bunlar ştrix atmadan, yəni rəngləmədən çəkdiyim şeylərdir. Yan profil gözlər. Bunlar var. Sonra bu nədir? Kirpiklərlə bax. Bu resmi çox pisdir. Buna baxmayın. Bu da çox pisdir. Neyse. Bəziləri həqiqətən çox pisdir. Bilmirəm bu sözü neçənci dəfə dedim, artıq video başlayanlar mən neçənci dəfə deyəcəm də. Amma həqiqətən pislikləri var da yəni. Sonra bunlar var. Çox pisdir, çox pisdir. Sonra burada dodaqlarımız var. Dodağın asan olduğunu öyrəndiyim vaxtlar əslində çox çətin bir şeydir məncə dodaq çəkmək. Çünki portretdə ən çox ilişib qaldığı bir dodaq olur. Çünki dodaq çox çətindir yəni. Yaraşdıra bilmirəm sifətə dodağı. Burada burunlarımız var. Bunları ben geçe çekmişim. Böyle. Sonra burada da böyle yana bakan, böyle bakan burunlarımız var. Bu ştrixi itirmemişim. Çok pis. Burada da burunlarımız var. Bu burunu bu arada çok geçe çekebilirim. Bu ben seçmişim. Bu benliğimi çekip. Bunlar var. Burun, dudak, dudak. Bu göstermedim. Evet. Sonra burada yine bir gözümüz var. Gözü okşamayan gözümüz. Sonra bunu göstereyim. Göstereyim burada. Silmişim. Burada pek de güzel olmayacak bir kızımız var. Böyle sarıp kızıp yerine geçerse işte olmaz. Sonra burada yine bir şeyler çekip kozmuşam, beni çekmişim falan. Sonra burada model çekmişim böyle. Dizayner olmak istediğim için olabilir. Sonra burada göz çekmişim. Böyle geçiyor göz. Sonra bu arada bu çekerde çok geçen yani həvəsli çəkmişdim. Məncə çox qəşəng alınıb bu arada həqiqətən. Sizlərə də alınıb. Sonra burada da birazcık kötü olan ama aslında qəşəng olan, yəni nə pisdir nə qəşəngdir məncə. Bir kızımız var. Oy. Belə. Burada da yine göz çəkməyə çalışdım. Sonra çəkməkdən vazgeçdim. Belə qoydum. Yəni pis olmuş bir gözümüz var. Bir dakika çevirebilmedim. Şuradan sketchbook'umuz bitti. Size sketchbook'taki şəkilləri verəcəkdim. Bence sketchbook'dakiler o kadar da qəşəng değildi. Bir iki tane portretim vardı ki onlar qəşəngdi ama tam da qəşəng değildiler bəziləri. Neyse, indi keçək burada duran, bizi gözləyən rəsmlərimizə. Figurlar da var əslində, modeller de var ve portretler de var. Danışa bilmirəm, görürsünüz gedədən. Neyse, ilk önce bu şəklimizdən başlayalım. Bunu həqiqətən pis çəkmişəm orada. Həqiqətən pis çəkmişəm. Yani aslında o kadar da pis değil. Benzer diyorsun ama
Pisdi bence yani. Bu arada pisti. Həqiqətən pisti. Neyse bunu qırağa koyuruq. Sonra burada bir tane kvadratımız var. Burada səhvlərim var burada. Neyse bu figürlər təzə öyrənməkdə olanda çəkmişdim kvadratı. Sonra burada belə bir figürümüz var. Bunu geçə çəkmişəm məncə. Sizə çəkmişəm. Bu arada geçə çəkmişəm həqiqətən. Ay canım. Bu öyle figürü öyrənmək aylarındaydım. Bu arada müəllimim kömək eləsin. Eləməsə figürlər çəkə bilmirəm. Çox da yaxşı. Ki ən əsas figürlərdir yəni imtahanda çünki figürlərdən düşür. Sonra burada belə bir şeyimiz var. Bence burada çok yaşa çekmişim. Hakikaten çok yaşa çekmişim. Bak kameradan geçip gösteriyor. Burada bir adet model kızımız var. Böyle renklenmişim. Bakın dersiz rengi böyle. Elə ki ışıqlama kölgələmə vermişim. Və bence geçen alınıp geyimi tasarımını özü vermişim. Yani heç adam baxmamışım. Çünkü hiçbir dizayner geyimi hardasa baxmaz tasarımına. Burada belə bir dairə, ovalımız var. Yəni dairədir, ovaldır, nə bilim, nə daxırımız var. Sonra oval bir dənə daha burada var. Belə. Ben kadar unuttum, belə deyək. Sonra burada da bir tane daha model kızımız var. Bu da böyle kölgeləndirmələrlə elə bir çöp gözüküyor. Bence bu da geçeydi. Prosa rəngləməli geçeyləmişim. Burada belə bir figurumuz var. Bence burada geçeyləmişim. Sadece buralarla yumru fason eləmişim. Aslında belə direkt xət olmalıydı. Yani pis olmayıb bence. Sizə daha sonra burada neyimiz var? Bu ilk çəkdiyim portretli. Yani portreti tam öyrəndikdən sonra göz, burun, qaş, dodaq. Ondan sonra bu şəklimi çəkdim. Ben əvvəl çəkəndə demişdim qəşəngdir amma əslində çox pisdir. Dodağımın geçəliyinə baxın. Dodağı üzü boydadır qızı. Ama yine de pis değil yani. İlk çektiğime göre bence o kadar da pis alınmıyor. İşte gönlümün sultanlığı geliyor. Cristiano Ronaldo, Ronaldinho, Cristiano Ronaldo. Bu arada Ronaldo'dan bir şey diyordu. Dodaklama. Neyse bence o kadar da pis alınmıyor. Ama gerçekten alınmıyor. Yani Ronaldo oxşar ama insana oxşayır aslında. Düzdür. Sonra bu arada demiştim birisi çok geçeydi. Hatta divarıma asmıştım böyle ki çok geçeydi görülür çünkü yani dedim niye asmayayım o göre asmıştım sonra çıkarttım. Çünkü geç olmadığını farkına vardım hakikaten. Sonra bu arada saçımı iyice topuz yığmışım saçımı. Her saç yaraşır böyle maşallah gözlerimiz. Burada geçi olduğunu qətiyyən təsdiqləmədiyim bir kızımız var. Bu arada bu BTS grubundan video çəkmək istəyirdim Taekook'u. Sadəcə çəkə bilmədim. O görə qıza çevirdi. Yargılamayın lütfen. Sonra burada belə gözləri dolmuş ağlayan kızımız var. Bunu çəkin mənim üstlərdə demiş gözləri sən gözünə oxşur. Yəni mən gözlərim həqiqətən yaxşıdır. Neyse. Xəstəyim bu arada. Burnum soğuk. Danışa bilmirəm. Ama yine de danışacağım çünkü video çekmeliyim. Çünkü video atmalıyım. Neyse. Burada böyle bir kızımız var. Böyle. Bence geçecektim burada. Böyle görürsünüz burada xətləri falan geçecektim. Bacarıram da neydi ki. Ne değilim ben onlar. Sonra burada Sigma boyumuz var. Bu en təzələrdendir. Sigma'ya qətiyyən oxşamayan Sigma boyumuz. Burada sigarası var. Bence pis olmuş ama yaxşı da olmuş. Neyse gidiyor. Bu onun dülər yox. Sırağa çekmiştim deyəsən bilmirəm. Baxın təzə çəkmişim. Sonra burada belə bir figurumuz var. Bu en təzə çəkmişəm. Bunu dünən çəkmişəm. Yani ben hələ bunu bitirməmişəm. Çünki buna ştrix atmalıyım biraz. Çünki ştrixlər biraz kömürdü. Ama bence pis olmayıb bu da. Şirindir yani. Neyse. Sonra getirin en güzel kızımıza. Ah canlarım benim sizleri çok seviyorum. Neyse. Burada böyle bir kızımız var. Bu arada siz pis olabilirsiniz ama bence geçeydi yani. Böyle. Saçları biraz çoxdu. Qocalmış gibiydi biraz gözleri böyle dartılı böyle bir ki.
Amma pis deyil məncə, yəni qəşəngdir. Biraz da Yapon qızlarına oxşuyur, amma qəşəngdir, həqiqətən də qəşəngdir. Nəysə, buna və son olaraq çox sevdiyim həqiqətən də biraz qocaltmışam, əsl şəkildə belə deyildi bu qızımız. Birazcık qocaltmışam elə bil ki qızımızı. Amma yəni qəşəng buluram bu şəklimi. Bu kızımız böyle. O da həqiqətən köşə çəkmişəm. Rolda rola girirəm. Neyse. Ama həqiqətən köşə çəkmişəm. Yəni köşə çəkmişəm həqiqətən. Baxın. Biraz gözləri qəribədir. Hə, saçları belə. Saçları o qədər də qəşəng deyil. Bu arada saçları düzəltmək istəyirəm bunu biraz. Qəşəng də qəşəng deyil də yəni birazcık da. Bir tane aktris. Adı yadımdan çıxdı. Bu adı yadımda idi. Həmişə adı yadımda olur. İndi yadımdan çıxmadı. Video çəkirəm deyə. Ama qəşəngdir məncə. Nəysə. Evet, portretlerimiz bu kadardı. Portretlerimi necə buldunuz? Gözəl idi, yoxsa pis idi, yoxsa nəyə oxşayırdı desəz sevinərəm. Məncə bir çox qəşəng idi, bir çoxu həqiqətən də yola verdi kimi çəkmişdim. Amma belə genel olarak baxanda məncə qəşəngdir. Siz də portretlərimi bəyəndinizsə yorumlara yazmağı unutmayın. Şəkillə bağlı, rəsmlə bağlı, bəlkə mənimlə birlikdə rəsm yəni mən də bilirəm qəşəng çəkə bilməm, amma yəni istəsəz YouTube üzərində sizə rəsm çəkməyi də öyrənə bilərəm. Əgər istəsəz yorumlara belirtməyi unutmayın. Abone olmağı, like atmayı təbii ki də unutmayın. Çünki mənim üçün çox böyük bir şeydir. Çünki yaxın zamanda 4000 saat izləməyə ulaşmaq istəyirəm. Və abunəm 2000 olmasını istəyirəm. Bəziləri çox o qədər tez artır ki, bəzi youtuberlar, yəni mənim yaşıdlarım. Şok oluram həqiqətən. Çünki əziyyət çəkirlər həqiqətən. Mən də əziyyət çəkirəm. Sadəcə bəzən əziyyətin bəhrəsini görə bilmirəm, nə bilim, görürəm ki, çəkirəm nə qədər, amma abunəm artmır, nə bilim, baxış sayım az olur. Falan həvəslə düşürəm də, başa düşürsünüz. Siz bunu, yəni abunəmi artdırsanız, like'larımı artdırsanız, izləmələrimi artdırsanız, mən də həvəsim çoxalır və daha çox video ataram. Nəysə, istəmirəm səfərimi bura buraxacam. Belki abone olarsınız, belki takip edersiniz. Orada da böyümək istəyirəm tez bir zamanda. Oradan da sizlə bərabər əlaqə saxlamaq istəyirəm. Sizləri sevirəm. Özünüzə yaxşı baxın. Həmişə güclü olun. Çünki siz həqiqətən yüzlü birisiniz. Bilirəm bunu. İstərseniz özünüzə yaxşı baxın. Bay bay.